Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb. Xəbər verilir ki, hadisə Səbail rayonu İçəri şəhərin Böyük Qala küçəsində yerləşən barlarından birində qeydə alınıb. İttiham aktındakı yekun protokola əsasən 90-cı il təvəllüdlü İdrak İdrakov qeydəki asosiya şərtidir, sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin orada mühafizəçi işləyən zərər çəkmiş şəxs İdraka sərxoş olduğunu və obyektə yalnız ailəli şəxslərin buraxıldığını bildirib. Mühafizəçinin sözlərindən qəzəblənən İdrak İdrakov İçəri şəhərdə yaşadığı evə gedərək 2 ədəd mətbəx bıçağı götürüb. O yenidən mühafizəçinin yanına qayıdıb və yaranmış mübahisə zamanı onun ürək nahiyəsinə bıçaqla zərbə endirərək xəsarət yetirib. Faktla bağlı İdrak İdrakov saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərər çəkənlə barışdığını qeyd edib. Zərər çəkmiş şəxs də öz növbəsində İdraka qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmənin qərarı ilə İdrak İdrakov yeşin olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.